Mən Ələkbərov Ruslan, hazırda Mingəçevir şəhərində yaşayıram. Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıram. Mingəçevir Yazıçılar Birliyinin üzvüyəm. Burada çeşitli jurnallarda, qəzetlərdə şeirlərim çıxır. Təxminən əksərən bütün şairlər az yaşlayır. Ancaq məndə də 11-12 yaşlarımdan başlamışam şeir yazmağa. İlk şeirim bugün kimi xatırlayıram, bir kupletlik Ceyran şeiri olub. İndi əsasən heca vəznində yazıram, bəzən sərbəst vəznlərdə yazıram. Hazırda bir poema üstündə, bir hekayə üstündə işləyirəm. Mövzu əsasən məndə sevgidir. Yəni, olur bəzən başqa mövzularda da yazıram. Sizin üçün bir sevgi şeiridir. İndi ayrılığın zamanı yetib, İndi arzuların dəfn günüdür. Dilimiz sussa da göyə yüksələn bu eşqin naləsi ahı, ünüdür. Daha ötənləri yada salmayaq, daha xəyalların önəmi yoxdur. Bizim ayrılmağa bəhanəmiz az, bizi ayıracaq bəhanə çoxdur. İlk günləri üzülüb biraz ağlarsan, ilk günlər ayrılıq dözülməz olur. Ötdükcə aradan həftələr, aylar, ürəklər boşalır, ürəklər dolur. Doluxmuş gözünlə gözümə baxma, gözlərim bu yükü daşıya bilməz. Bugündən sən mənə aid deyilsən, yad əllər, yad gözün yaşını silməz. Uzatma əlini, bu nəyə lazım? Mənimlə yad kimi sağollaş dedim. Son dəfə yol göstər, mənə ağıl ver, sənsiz bu şəhərdə mən hara gedim? Şeir yazılırsa, o şeir nə qədər usta şair yazsın, o şeir biraz ziyad gəlir insana. Ancaq yaşanmış bir hadisədən yazılan şeir ən güclü şeir hesab edirəm. Çünki bunun reallığı var. Məndə də deyərdim ki, yəni şeirlərimin, yazdığım şeirlərimin böyük əksəriyyəti yaşanmış hadisələrdir. İstər ayrılıq, istər sevgi, istər digər mövzular. Ən böyük arzum təbii ki, hər bir şair istəyər ki, tanınsın, sevilsin. Ancaq mən hazırda özümə tam şair deməzdim. Çünki biz hələ ki, həvəskarıq, yazırıq. Bu, əsl şairlərə hörmətsizlik olar. İlk növbədə yəqin ki, ilk arzum kitab çıxartmaq olar. Bu da zamanı gələndə indi tezdir. Axtardım, aradım, tapa bilmədim. Vaxtsız itirdiyim dözüm, hardasan? Çoxları anlamır ürək deyəni, ayodla alovlu sözüm, hardasan? Hərəniz bir dəfə atdınız məni, yandırıb odlara çatdınız məni. Siz kimə baxaraq satdınız məni, tək onu axtaran gözüm, hardasan? Kim çəkər başımdan dumanı, çəni? Varmı səndən ayrı könlümün təni? Sən də mi tək qoyub getmisən məni, çıraqla gəzdiyim özüm hardasan? Gənclərə onu deyə bilərəm ki, hər kəs fərqli sahədə bir istedadı var. İstedadsız gənc insan yoxdur. Əgər hansısa bir sahə üzrə yönəlmişsinizsə, onun tam arxasınca gedin, peşəkarlığına çatın. Öz sahənizi inkişaf elətdirin.